Son həbslər ölkə gündəmini dəyişib. Proseslər hara gedəcək, necə yekunlaşacaq, başqa kimlərin həbsi gözlənilir? İctimaiyyəti bu suallar maraqlandırır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin saxlanılması, ardından məhkəmənin hökmü ilə ona 2 ay 15 gün həbs verilməsi proseslərin ciddi məcraya yönəldiyi anlamına gəlir. Ölkə tamamilə yeni mərhələyə keçir. O yüzden bu cür sərt qərarlar alınıb. Görünür, şıltaq radikalların kaprizi ilə çox oynamaq istəmir dövlət. Əslində ortada ciddi faktlar, dəlillər, şübhələr olmasaydı, Əli Kərimli haqda belə kəskin qərar verilməzdi. Neçə illərdir danışır, hakimiyyəti sərt dillə tənqid edir. Sosial şəbəkələrdə sistem qurub, narazı elektorata etdiyi xitablarla gündəmdə qalmağa çalışır. Bunlara hakimiyyət dözümlü yanaşıb. Bəzən onun həbsi gözlənilsə də, dövlət soyuqqanlılığını qoruyub. Əli Kərimli və onun şəbəkəsi 44 günlük vətən müharibəsi zamanı biraz kamuflyaj olundu. Amma 10 noyabr 2020-ci il tarixindən başlayaraq özlərini çox pis apardı. Qazanılan möhtəşəm qələbəni gözdən salmaq üçün yarışa girmişdilər sanki. Şuşaya bayraq sancan Ali Baş Komandan haqda olmazın iftiralarını deyirdi, yazırdı. Bu azmış kimi şəbəkə üzvlərini də Azərbaycanın zəfərinə qarşı səfərbər etmişdi. Rusiya sülh məramlı qüvvələrinin Qarabağa gəlməsinə Azərbaycan hakimiyyətinin Qarabağı Rusiyaya satması kimi təqdim edirdi. Əziz izləyicilər, yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.